Здравствуйте! Добрый день, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. По некоторым причинам я не могла снимать видео и выкладывать их в нашем канале, но с сегодняшнего дня мы возвращаемся к нашим урокам и сегодня будем снимать видео. А остановились мы в 11 классе, в 5 разделе, на втором уроке. Сегодня его снимаем. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz kanalımıza. Çoxdan da bir neçə ayda artıq video çəkib paylaşa bilmirəm və artıq bugündən qayıdırıq dərslərimizə. Biz isə dayanmışdıq 11-ci sinifin 5-ci bölməsində və 2-ci dərsində. Son dərslərimizdir. 11-ci sinifə aid bunları inşallah tez bir zamanda çəkib paylaşandan sonra keçəcəyik. 2-ci sinifdə yeni bir kitab var, yeni bir versiyası var kitabın. Keçəcəyik o kitabın videolarına. Gəlin indi başlayaq. Урок 2. Мудрость жизни. Песня о соколе. Сначала мы, как всегда, читаем весь текст на русском языке, кто хочет просто слушать, а затем мы сделаем общий перевод на азербайджанский язык для тех, кто не полностью понял этот текст, значение некоторых слов и предложений. Высоко в горы вполз уж и лег там в сыром ущелье, глядя в море. В небе сияло солнце и бились волны, внизу о камень. Вдруг в то ущелье, где уж свернулся, упал с неба сокол с разбитой грудью, в крови, на перьях. Уж испугался, но скоро понял, что жизни птицы 2-3 минуты. Подполз он ближе к разбитой птице и прошипел ей: «Что, умираешь?» «Да, умираю», — ответил сокол, вздохнув глубоко. «Я славно пожил, я знаю счастье, я храбро бился, я видел небо. Ты не увидишь его так близко. Эх ты, бедняга!» «Ну что ж, небо – пустое место. Как мне там ползать? Мне здесь прекрасно, тепло и сыро». Так уж ответил свободной птице и так подумал: летай или ползай, конец известен. Все в землю лягут, все прахом будет. Но смелый сокол собрал все силы и крикнул с тоской и болью: «О, если бы в небо хоть раз подняться!» А уж подумал, должно быть в небе и в самом деле пожить приятно, если он так стонет. И предложил он свободной птице: «А ты подвинься на край ущелья и вниз бросайся. Быть может, крылья тебя поднимут, и поживешь ты в небе еще немного». И дрогнул сокол, гордо крикнул, пошел к обрыву, расправил крылья, вздохнул всей грудью и вниз скатился. И сам, как камень, он быстро падал, ломая крылья, теряя перья. Волна потока его схватила, умчала в море. Уж долго думал о смерти птицы, взглянул на небо. А что сокол видел в пустыне этой без дна и края? А я ведь мог бы узнать все это, если бы в небо взлетел хоть ненадолго. Сказал и сделал. В кольцо свернулся, подпрыгнул в воздух. Рожденный ползать, летать не может. Забыв об этом, упал он на камни, но не убился, а рассмеялся. Так вот в чем прелесть полетов в небо. Оно в падении. Смешные птицы, земли не зная, на ней тоскуя, они стремятся высоко в небо. Там только пусто, там много света, но нет там пищи и нет опоры живому телу. Смешные птицы. Но не обманут теперь уж больше меня их речи. Я сам все знаю, я видел небо, взлетал в него я, его измерил, узнал падение, но не разбился, а только крепче в себя я верю. Пусть те, что землю любить не могут, живут обманом. Я знаю правды, и их призывам я не поверю. И он свернулся в клубок на камне, гордясь собою. Блестело море, все в ярком свете, и грозно волны о берег бились. Горькому. Словарь. Ущелье, узкая глубокая щель в горах, глядя, смотря, сиять, блестеть, прощепеть, сказать, славно, хорошо, прах, пыль, должно быть, наверное, умчала, унесла. Rus dilində oxuduq ümumi. İndi gəlin baxaq ümumi tərcüməyə. Mənası ümumi nədir? Demək, hündür dağlarda bir dənə belə uş ilan var idi. O orada hansısa bir deşikdə girmişdi o deşiyə və oradan dənizə baxırdı.
Səmada günəş işıldayırdı və demək dənizdə ləpələr bir-birlərinə dəyirdi, daşlara dəyirdi. Birdən o deşikdə harda ki bu ilan yumrulanıb oturmuşdu. Birdən yuxarıdan, səmadan bir demək sığın yıxıldı, sinəsi ilə dəydi, bütün qan içində idi, həmçinin də qanadları, tükləri və qorxdu ilan, amma tezliklə başa düşdü ki, artıq quşun 2-3 dəqiqəsi qalıb ömründən. Yaxınlaşdı, biraz da sürünüb gəldi onun yaxınlaşdı bu quşa və ona fısıldayıb dedi: "Nə oldu, ölürsən?" "Bəli, ölürəm." Çox belə dərindən nəfəs alıb dedi sığın: "Mən çox yaxşı yaşamışam, şərəfli yaşamışam, mən xoşbəxtçiliyi bilirəm, mən cəsur savaşmışam, mən səmanı görmüşəm. Sən onu belə tez yaxından görə bilməyəcəksən. Ay səni yazıq. Nə olsun ki, səmadır, boş bir yerdir. Mən orada necə sürünüm? Mən burada çox yaxşıyam, istidir, yaxşıdır bura." Beləcə cavab verdi ilan ona, bu azad bir quşa və fikirləşdi ki, uçmaq, sürünmək, onsuz da axırımız bəllidir. Hamısı bu yerə uzanacaqlar, öləcəklər. Hamısı sonu buradır. Amma cəsur sığın bütün gücünü toplayıb qışqırdı böyük ağrı ilə, əzabla ki, ayda, kaş ki mən bir dəfə də bu səmaya qalxa bilsəydim. Quş isə fikirləşdi. Yəqin ki, ola bilsin ki, bu səmada doğrudan da çox xoşdur yaşamaq, əgər bu belə ahıldayırsa. Və ona təklif elədi bu azad quşa. Sən biraz keç bu demək deşiyin qırağında dayan və oradan yerə at özüvü, yerə tullan at özüvü. Ola bilsin ki, qanadların səni qaldıracaq və sən yenə də bu səmada biraz da yaşaya biləcəksən. Və demək sığın biraz belə tərpəndi yerindən, sonra qürurcasına qışqırdı və yaxınlaşdı bu dağın lap qırağına. Oradan qanadlarını açdı, bütün sinəsi ilə bir də nəfəs aldı və yerə aşağıya özünü atdı, fırlandı aşağı və o özü daş kimi çox tez düşürdü yerə, öz qanadlarını, tüklərini itirə-irə qıra-qıra və demək ləpələr onu tutdu və apardı dənizə. Bu ilan çox uzun müddət bu quşun ölümünü fikirləşirdi. Sonra səmaya baxdı. Bu sığın deyir, bu səmada nə görüb ki, görəsən, burada boşluqda bu. Mən bunu hamısını öyrənə bilərdim, əgər özüm də uça bilsəydim, heç olmasa bir neçə müddətliyinə qalxa bilsəydim səmaya, dedi və elədi. O belə yumru, üzük kimi fırlandı, gəldi yenə qırağına və oradan hoppandı havaya. Və təbii ki, doğulandan sürünən uça bilməz. Bu haqda unutmuşdu o və yerə əlbəttə ki, düşdü, yerə dəydi. Düzdür, ölmədi, amma güldü. Dedi, bax mən başa düşdüm bu səmanın gözəlliyi nədədir, bu uçuşun gözəlliyi. Onun gözəlliyi bunun yıxılmağında, düşməyindədir. Sizi gülməli quşlar, bunlar yeri bilmədən orada həmişə darıxırlar, elə daim çalışırlar ki, səmaya uçsunlar. Amma orada ancaq boşluqdur. Orada çoxlu işıq var. Amma orada nə yemək var, nə canlı bədən üçün bir dayaq var ki, yaşaya bilsin. Orada yəni ancaq boşluqdur, gülməli quşlar. Amma artıq onların nitqləri, onların danışıqları məni aldada bilməyəcəklər. Mən artıq hər şeyi bilirəm. Mən səmanı görmüşəm. Ora uçanda mən hamısını oranı ölçdüm, biçdim, yıxılmağı bildim. Amma yaxşı ki, ölmədim. Ancaq daha çox özümə, daha bərk özümə inandım. Qoy onlar kim ki yeri sevmirlər, qoy yalanla yaşasınlar. Amma mən düzgününü, doğrunu bilirəm və onların artıq çağırışlarına mən inanmayacağam. Və o yenə belə yumru belə fırlandı özü üçün və daşın üstündə və özü ilə qürur duyurdu. Dəniz işıldayırdı, hər şey çox belə parlaq rəngdə idi, işıqdaydı və bu ləpələr sahilə, daşlara dəyib qaydırdılar. Bu bizim mətnimiz idi.
əziz izləyicilərimiz, sözlərimizə də baxaq. Uşelye bu dağlarda dərin bir deşik kimi olur, ona deyirlər. Gladiya смотря bu baxmaqdır. Siyat blistеть bu parıldamaq, işıldamaqdır. Proşipit сказать, сказать insanlar deyir. Proşipit ilanlara, heyvanlara aiddir ki, fısıldamaq mənasında. Slavno, хорошо, yaxşı mənasında. Prah, pıl bu həm toz kimidir, həm insanlar öləndə əgər onu yandırırlarsa, toza çevirirlərsə, ona da prah deyirlər. Indiyada misal üçün bu mümkündür. Должно быть, наверное, bu yəqin ki, умчала, унесла, apardı mənasındadır. Mətnimizi oxuduq. Теперь перейдем к нашим заданиям. Задание номер 1. Прочитайте отрывок из произведения русского писателя Максима Горького, о чем идет спор между ужом и соколом. Определите основную мысль произведения. Bu deyir ki, bu bir hissə idi. Maksim Gorkinin bir əsərindən bir hissə idi. Deyir, onu oxuyun və ujla sokol nədən mübahisə eləyir və mətnin əsas fikrini bildirin. Burada ujla sokol gördüyünüz kimi əsasən nədən uj deyir ki, yerdə yaxşıdır, sokol deyir ki, səmada yaxşıdır. Yəni kim harda öyrəşibsə, kim haranı sevirsə, haranı öz evi bilirsə, ora onun üçün yaxşıdır və rahatdır. Yəni bunların sporları, mübahisələri bu haqdadır. Əsas yəni fikir bu haqdadır. Kim hardadsa ona o yaxşıdır. Кто где живет, ему там хорошо, ему там удобно, уютно. Уж хотел объяснить, что хорошо жить на земле, а сокол, что летать хорошо, небо хорошо. Вот они об этом и спорили. Задание второе. Проведите дискуссию на тему, чья позиция мне более близка, ужа или сокола. Bu ikinci tapşırıq, deyir diskussiya, yəni belə bir müzakirə keçirin. Bunu sinifdə müəllimlə keçirə bilərsiniz ki, kimin pozisiyası sizə daha yaxındır. Uş ilanın dediyi sizə daha uyğundur, yoxsa quşun dediyi. Bunu siz artıq öz aranızda müzakirə edəcəksiniz. Задание 3. Прочитайте цитату из рассказа Максима Горького «Часы». Как вы ее понимаете? Есть только две формы жизни – гниение и горение. Трусливые и жадные изберут первую, mujestvenные и щедрые – вторую. Demək, Maksim Gorkinin saat olan nağılından belə bir sitat var. Deyir, onu oxuyun, necə başa düşürsünüz. Burada deyilir ki, həyatda iki forma var. İki həyat forması var. Biri çürümək, biri isə yanmaq. Qorxaqlar və demək, xəsislər birincini seçəcəklər. Amma cəsurlar və ürəyi açıq olanlar ikincini. Yəni çürüməyi yox, yanmağı seçəcəklər. Bunu necə başa düşürsünüz, onu da izah edə bilərsiniz. Задание 4. Выпишите из текста выделенные слова и подберите к ним антонимы. Составьте с парами антонимов предложение и напишите их. Demək, mətnlə qara verilmiş sözlərə antonim yazmalıyıq və onları demək, cümlədə işlətməliyik və bunu siz yazmalısınız. Высоко, внизу, близко, вниз, внизу eyni şeydir, быстро, много. Demək, vысоко hündürlükdə biz deyəcəyik alçaqda, niska. Vысоко, niska. Внизу aşağıda deyəcəyik yuxarıda, наверху. Близко, yaxın, далеко, uzaq deyəcəyik. Вниз aşağı, вверх, yuxarı. Burada sadəcə məna olaraq eynidir, amma şeylər fərqlidir. Burada aşağıda, внизу, biz deyirik наверху, yuxarıda. Burada isə вниз, aşağı istiqamət var, biz deyirik вверх, yuxarı. Быстро, tez-tez, медленно, yavaş. Burada медленно deyəcəyik. Много, çox, mala, az. Bu da bunun antonimidir. Mən biri ilə cümlə qurum, siz də digəri ilə cümlə qurarsınız. Misal üçün, близко. Наш дом находится близко от школы. Bizim evimiz məktəbə yaxın yerləşir. Далеко, uzaq. Ехать в район, это очень далеко. Misal üçün, rayona getmək, bu çox uzaq olur. 2-3 saatlıq yoldursa, misal üçün. Belə də bir cümlə. Yəni, hasan sadə cümlələrdə qura bilərsiniz. Digərlərini qurun, zəhmət olmasa videonun kommentariya bölməsində paylaşın. Biz də baxaq, oxuyaq, mən yoxlayım və sizin səhvləriniz olsa düzəldim. Задание 5. Напишите предложение, употребив слова из скобок в нужной форме. Вставьте вместо точек, где нужно, предлог «с». Boşluqlarda lazım olan yerdə «s» qoyacağıq və digər bu demək, mötərizdə olan sözləri düzgün formada istifadə edəcəyik. Портной разрезал материал ножницами. Əgər biz nə ilənsə
iş görürüksə, qaşıqla yemək yeyiriksə, qayçı ilə nəsə iş görürüksə, burada s lazım deyil və burada 5-ci hal tворительный падеж istifadə eləyirik. Портной разрезал материал ножницами. Çünki bu cəmdir nожницы sözü, ona görə oldu ami sözün axırı. Охотник идет в лес с собакой. Burada artıq mən nə ilə hərəkət eləmirəm, kimsə yanımda əlavə olaraq gəlir. Onda əlbəttə burada s hərfi, s söz önlüyü lazımdır. С собакой. Девушка снимает пальто с вешалки. K yox, i olacaq. Художник рисует картину акварельными красками. Burada da s lazım deyil. Садовник срывает яблоко с дерева. Burada o yox, a olacaq və burada da s lazımdır. Deyir, bağban almanı ağacdan dərir. Yəni artıq burada digər bir, yəni biz hərəkəti bir şeyi əlimizdə tutub etmirik, hardansa gedib götürüb dəririk. Burada s lazım olur. Мальчик снял шапку с головы. Burada da s lazımdır ki, başından çıxardır papağını. S головы. Rыбak lovit rыбу удочкой. Biz balığı necə tuturuq? Nə ilə? O balıq tutandan. Ona görə burada s lazım deyil. Удочкой. Bir dənə oy qoyuruq axırına. Мы с сестрой поехали к бабушке. Burada da s lazımdır. Çünki mən bacımla artıq ayrı-ayrı insanlardır. Рабочий срубил дерево топором. Ağacı nə ilə demək kəsdi? Bu balta ilə kəsdi. Onda burada s lazım deyil. Sadəcə om qoyuruq axırına. Om elə bir kişi cinslərdədir, orta cinslərdədir, qadın cinslərdə oy qoyuruq. Arzu взяла книгу с полки. Burada da s lazımdır və axırı olur i. Полки. Задание номер 6. Прочитайте заключительные строки песни о соколе, какие афоризмы из произведения отражают жизненные позиции сокола и ужа. Выпишите их. Burada sadəcə deyir ki, son misralarını oxuyun. Bu bizim oxuduğumuz mətnin, sığın haqqında bir mahnının və hansı aforizmalar həyat pozisiyalarını bildirir. Quşla ilanın və onları yazın. Блестело море все в ярком свете, и грозно волны о берег бились. В их львином реве гремела песня о гордой птице. Дрожали скалы от их ударов, дрожало небо от грозной песни. Безумству храбрых поем мы славу, безумство храбрых – вот мудрость жизни. О смелый сокол, в бою с врагами истек ты кровью, но будет время, и капли крови твоей горячей, как искры, вспыхнут во мраке жизни, и много смелых сердец зажгут безумной жаждой свободы света. Пускай ты умер, но в песне смелых и сильных духом всегда ты будешь живым примером, призывом гордым к свободе, к свету, безумство храбрых поем мы песню. Burada bu quşun müdrikliyindən yox, daha çox cəsurluğundan, qorxmamaqlığından söhbət gedir. O onun pozisiyası idi, həyat pozisiyası. O idi ki, mən yəni cəsur yaşayım, qorxmadan yaşayım. Və bu burada onun haqqındadır. Və burada sözlər də var. Словарь. Грозно, сильно, рев, протяжный громкий крик, вой, греметь, очень громко звучать, безумство, героизм, истечь кровью, умереть, мрак, отсутствие света, темнота, жажда, желание, призыв, обращение. Demək, grozno çox bərkdən, çox güclü, rev bu çox dəhşətli bir qışqırıqdır. Qışqırmaqdır. Qrimet bu çox yüksək səslə səs eləməkdir. Bizumstvo, geroizm, bizumstvo dəlilik, geroizm əgər söz olsa qəhrəmançılıq da demək olar. İsteç krovyu, qan axmaq, ölmək, mrak, qaranlıq, jajda, nəyisə istəmək, su istəmək və yaxud da nəsə istəmək, priziv, обращение, bu da müraciətdir, yəni çağırış. Bu da yeni sözlər idi. Bunları da qeyd edin. Söz birləşməsi də cümlələrdə istifadə edin mütləq. Найдите соответствие в употреблении предлогов со словами. Составьте со словами предложение. Burada biz uyğunluq tapmalıyıq. Burada görürsünüz 3 dənə söz önlüyü verib. Между, arasında k, nəyəsə yaxınlaşanda okla yanında. Və sözlər veriblər, hazır sonluqları var. Biz ona uyğunlaşdırmalıyıq bu sözləri və cümlələr də qurmaq deyir burada.
Birinci sizə deyim ki, hansı sözünlüklə hansını istifadə etmək düzgündür. Çünki burada söhbət hallanmada gedir, isimlərin hallanmasından gedir. Sonluqlar bizə izah verir ki, hansı iminə sözünlüyünü istifadə eləmək olar. Çünki burada ayrı-ayrı hamısını istədiyiniz kimi yaza bilmərik. Və ondan sonra bir neçə dənə cümlə quracağım. Hər sözə bir dənə cümlə quraram və siz də digərlərini qurub bizə yazarsınız. Междуya nə deyəcəyik? Между деревьями deyəcəyik. Между спортсменами deyəcəyik. Между домами, между этажами. Yəni ağaclar arası, idmançılar arasında, evlər arasında, mərtəbələr arasında. Görürsünüz, axırı ami gəlir. Между çünki 5-ci halla istifadə olunur. K daha çox 3-cü halla, datinli padejlə istifadə edirik. K-ya nə yazacağıq? K скамейки, K кассе, K остановки, K друзьям, buradadır, к друзьям, K кабинету. K da yəni nəyəsə doğru yaxınlaşma. Məsəl üçün, skameykaya doğru gedirəm, kassaya doğru yaxınlaşıram, dostlarıma gedirəm və yaxud da kabinetə gedirəm. İndi okolo yanında deməkdir. Okolo nə deyə bilərik? Okolo vokzala, okolo muzeya, okolo litseya, okolo morya, okolo poçты. Bu da yanında deməkdir. Məsələn, poçtun yanında, dənizin yanında və s. Hərəsində bir dənə cümlə qurum və siz də digərlərini qurub yazarsınız. Məsəl üçün, между деревьями. Я сижу между деревьями. Məsəl üçün, K. Mama подошла к скамейке. Около. Папа ждет меня около вокзала. Yəni, sadə belə bir tipli cümlələr yaza bilərsiniz. Следующее задание 8. Употребите вместо точек предлог в или на. Biz burada v və yaxud da na istifadə edəcəyik. Bu mövzunu yadımıza salmalıyıq. От дома до работы сестра сначала едет на автобусе, потом на метро. Наши места на самолете находились в 12 ряду. Tələbələrimiz üzürlü sayın. Burada həm V var, həm na var. Mən belə ümumi baxıram ki, burada hamısı nəqliyyatdır. Biz ümumiyyətcə nəqliyyatda həmişə na istifadə edirik. Amma burada cümlələrin mənası var. Mən də sizlə birgə eləyirəm. Əslində öncədən baxıb da daha belə tez bir formada eləmək lazımdır. Bəzən vaxt baxımından çatdırıb öncədən baxa bilmirəm. Burada nəqliyyat biz həmişə na-la deyirik. Amma indi mən baxıram ki, onda hamısı na olacaq. Çünki hamısı nəqliyyatdır burada. İndi baxıram ki, cümlələrin bəzilərində bir var, mən avtobusda gedirəm, bir də var, avtobusun içində nə bilim, nəsə olubdur və yaxud da nəsə bu dəqiqə var. Onda artıq V ola bilər. İndi biz birinci cümləni düz dedik. Na avtobuсе, потом на metro. Çünki bu burada gedir. Amma deyir ki, ikincidə bizim yerlərimiz samolyotda, məsəl üçün 12-ci sıradaydı. Artıq biz burada V deyəcəyik. Çünki biz orada getmirik, samolyotda uçmuruq. Sadəcə deyirik, bizim yerlərimiz samolyotun artıq içində olanda biz V deyəcəyik. Burada ona görə 2-də V olacaq. Mən nə demişdim? Üçüncü, Лейла поехала в театр в маршрутном такси. В утренние часы все обычно едут на работу, поэтому в автобусе и в метро bывает много пассажиров. Burada məsəl üçün, yəni deyir ki, avtobusun içində, metronun içində adamlar çox olur. Ona görə biz burada V deyirik. Yəni demir ki, orada gedir, avtobusda gedir, metroda gedir. Onda yoxsa bizdə na olardı. Sonra все места burada da в маршрутном такси были заняты. Burada marşrut taksidə deyir, hamısı məşğul idi. Bir dəqiqə 3-ə baxaq. Burada da marşrutlu taksi idi. Burada поехала sözü var. Burada gedir. Burada gedirsə, onda burada na deyəcəyik yenə də. Mən burada V dedim, səhv etmirəmsə. Burada na deyirik. 3-də na deyirik. Çünki bu orada gedir. Taksidə gedir. Onda na deyirik. Amma buradakı marşrut taksidə deyir, onun içində hamısı yerlər doluydu. Burada artıq V deyəcəyik biz. Шестое. Burada diqqət eləmək lazımdır mənalara. Наш сосед ездит на работу. Burada на машине. Bu gedir. İşə maşında gedir. На машине. У брата был навигатор, мы быстро доехали до выставочного ПП. Burada V olacaq. Çünki deyir, qardaşımın maşında navigator var idi. Demir, mən maşınla gedirəm. В машине был навигатор, и мы быстро доехали до выставочного павильона. Мы с другом решили поехать в Gobustan на автобусе. Burada na olacaq? Çünki Gobustan'a deyir, avtobusla gedirik. Ona görə na olacaq. İndi burada istifadə elədik. Все, burada başqa heç nə eləmək lazım deyil. Задание номер 9. Составьте с данными глаголами словосочетание по образцу. Nümunəyə uyğun bizdə söz birləşməsi qurmalıyıq. Образец. Открывать. Что делать? Открыть. Что сделать? Книгу. Открыть книгу. Biz burada bitmiş hal, bitməmiş hal. Bilirsiniz, feillərin bitmiş, bitməmiş formaları var Rus dilində. Обсуждать.
Обсудить. İndi обсуждать-da yazacaqsınız. Что делать? Обсудить, что сделать. Обсудить тему, misal üçün. Находить, что делать. Найти, что сделать. Найти книгу. Найти ключи. Замечать, что делать. Birinci bitmemiş formada, ikinci bitmiş formada. Замечать, заметить. Заметить уже olacak, что сделать. Заметить друга. Убеждать, что делать. Убедить, что сделать. Убедить, например, папу. Запоминать, что делать. Запомнить, что сделать. Eğer bu sizə çətin olursa, dinləyəndə başa düşmürsünüzsə, deyərsiniz, mən bunu kommentariya və yaxud da videonun təsvir bölməsində paylaşaram. Запоминать, запомнить olur. Узнавать, что делать. Узнать, что сделать. Узнать, например, ответ. Переводить, что делать. Перевести, что сделать. Перевести текст. Посещать, что делать. Посетить, что сделать. Посетить музей. Получать, что делать. Получить, что сделать. Получить зарплату. Записывать, что делать. Записать, что сделать. Записать вопрос. Оканчивать, что делать. Окончить, что сделать. Окончить школу. Удивлять, что делать. Удивить, что сделать. Удивить сестру. Создавать, что делать. Создать, что сделать. Bu da ilki va'lar gelir. Создать, создать проект. Составлять, что делать. Составить, что сделать. Составить расписание. Преодолевать, что делать. Преодолеть, что сделать. Преодолеть преграду. Приводить, что делать. Привести, что сделать. Привести в порядок dom, например. Burada eğer başa düşmədinizsə ikinci o bitmiş formaların deyərsiniz, mən onları yazıb qeyd eləyərəm. Следующее задание 10. Вставьте вместо точек подходящие по смыслу глаголы из скобок в нужной форме. Объясните свой выбор. İndi biz buradan düzgün formadakı fiili qoymalıyıq. Значит, водитель остановил avtobus. Burada остановил. Çünki bu insan özü elədi. Bir var əşya nəyisə eləyir, onda siyanı da qoyuruq. Amma burada insan sürücü avtobusu dayandırdı, ona görə birincisi bizə lazımdır. Водитель остановил автобус перед филармонией. Maşina, bu maşina əşyadır, insan deyil. Düzdür? Onda ona görə остановилась eləyirik. Burada siyanla götürürük. Maşina остановилась на середине моста. Старая женщина, bu qoca qadın özü hərəkət eləyir, ona görə остановила юношу и попросила перевести ее через улицу. Собака. Собака повернулась на голос хозяина. Ребенок повернулся к матери и весело улыбнулся. Я услышала знакомый голос и повернула голову. Bu ikincidə isə sırf əşyaya görə deyil idi. Burada mənaca dəyişirdi. Ona görə 1 ilə 2-də повернулась, повернулся, amma sonda повернула. Следующее, последнее задание. Выучите наизусть отрывок из песни о Соколе. Задание 6. 6-cı tapşırığı fikir vermişdinizsə, mən şeir kimi oxumuşdum. Əslində elə şeir formasındadır. Onu deyir ki, əzbər öyrənin. И это интересно знать. В 1928 году Максим Горький посетил Баку. Впечатления писателя от этого посещения нашли отражение в его очерке о Баку. Это был не первый приезд писателя в нефтяную столицу Советского Союза. В самом начале очерка Максим Горький отметил, что в Баку он был в 1892 и в 1897 годах. Писатель сравнивает картины прошлого и настоящего этого города после посещения нефтяных промыслов Сураханы, Балаханы, Романы, а также Бибейбета. Он отмечает те положительные изменения, которые произошли в промышленной и культурной жизни Баку. Я приехал в свой родной край, который давно полюбил и о котором уже давно мечтал, писал Максим Горький о Баку. Maksim Gorki 1928-ci ildə Bakıya gəlmişdi və öz təəssüratlarını o yazıcı yazmışdı Bakı haqqında. Öz bir əsərində deyəndə öz yazısında yazmışdı Bakı haqqında. Onun birinci gəlişi deyil idi bura. Demək Sovet ölkəsinin, Sovet İttifaqının demək neft
paytaxtına. Əvvəlində o Maksim Gorki qeyd edib ki, o Bakıda 1892-ci ildə, 1897-ci ildə olmuşdu və yazıcı müqayisə edir şəkilləri, hansı ki, keçmişlə və indiki ilə bu şəhərin hardakı o olmuşdu demək, neft yerlərində olmuşdu. Suraxanı, Balaxanı, Ramanı, həmçinin də Beybəybətdə. O qeyd edir öz çox müsbət dəyişiklikləri, hansı ki, burada baş verib həm mədəniyyət həyatında Bakının, həm demək, neft baxımından hər bir şeydir. Mən bura öz doğma diyarıma gəlmişəm. O qeyd edirdi ki, və hansını ki, mən çox sevdim və çoxdan buranı arzuluyurdum. Beləcə yazırdı Maksim Gorki Bakı haqqında. Bu qədər bu dərsimiz 30 dəqiqə oldu. Əgər kimin üçünsə tez deyirəmsə, zəhmət olmasa videonun ayarlarından azaltsın. Sürətini kim üçünsə çox yavaş-yavaş deyirəm, oradan sürətini artıra bilər. Başqa da suallarınız olsa, zəhmət olmasa yazın, soruşun. Всего вам хорошего, до свидания, удачи, хороших выходных.